Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Kısa bir nəsihət etmək istəyirəm Allah Taala'nın ismiyle. Bu da ondan ibarətdir ki, bəzi qardaşlar var və yaxud da bacılar var, zahirdə əməli salih olan qisim xüsusən də hansı ki, məsələ görürsən ciddi bir xətaya yol verirlər. O da ondan ibarətdir ki, bəzi günahkarları görəndə başlayırlar onları ələ salmağa, istihza eləməyə, özlərini onlardan üstün görməyə. Bunun İslam baxımından nə qədər təhlükəli olduğunu qeyd eləmək istəyirəm. Əgər bir insan muvaffaq olubsa xeyir əməllərə, əməli salih insandırsa, Allah Taala ona xeyir qapılarını açıbsa, bu insan bunu istimal eləməməlidir. Başqalarına hansılara ki o qapıları açıb onlara xor baxmamalıdır. Onlarla istihza etməməlidir. Çünki qorxmalıdır ki Allah Taala birdən həmin o istihza etdiyi o günahkarlara afiyət verər, onlara hidayət verər. Onların qəlbini imana, İslam'a açar və sənin qəlbini haqdan azdırar və sən onlardan pis günə düşərsən. Görürsən, bəzi saqqallıdır, saqqalsızlara istihza eləyir, bəzi hicablıdır, hicabsızları ələ salır. Bunlar heç biri doğru deyil. Hidayət eləyən Allah'tır. Əgər Allah səni xeyrə muvaffaq eləyibsə, buna həmd elə, buna şükür elə. Onların da islah olması üçün Allah Taala'ya dua elə. Amma özünü üstün görüb, özünü əfzəl görüb, başqalarına xor baxmağın, üstdən aşağı baxmağın, ələ salmağın, istihza eləməyin çox çirkin və qorxulu əməllərdən biridir. Şeyx İbn Baz rahimahullaha bir nəfər gəlir, deyir ki, Şeyx, mən əməli salih idim, məscidləri, namazları məsciddə qılırdım, nə bilim, Quran xətm edirdim tez-tez, dualar, günahlardan uzaq dururdum. İndi bugün o şeylərdən əsər əlamət qalmayıb məndə, ciddi günahlara yol verirəm. Şeyx İbn Baz rahimehullah buyurur ki, bəlkə də hansısa bir günahkara lağ eləmişsən, üstdən aşağı baxmışsan, Allah ona afiyət verib və səni imtihana çəkib. Get tövbə elə. Bəzən insanın azma səbəbləri elə bu olur. Nə qədər var, saqqal qoyub saqqalsızlara lağ eləyənlər var. Bugün bəlkə də halları onlardan pistir. Və yaxud da bəzi hicablı bacıların başqalarını ələ salıblar, lağ eləyiblər, gülüblər. Bəlkə də özləri onlardan pistir və bunların insanın azmasının, zəlalətdən, hidayətdən sonra azmasının səbəblərindən biri bu cür şeylərə yol verməkdir.